Şahin müəllim, ilk olaraq elə ondan başlayaq ki, onsuz da dünya bir xaosa sürüklənməkdədir. O Hı hı. çox təəssüf ki və baxışda, gələcəkdə hələ yaxşı, hələ heç nə, üfüqdə yaxşı heç nə görünmür. Çox təəssüf ki, hələ ki belədir və regionda da gərginlik hiss olunur. Demək olar ki, ABŞ hədələyir İranı. Sizcə bax bu hədələr, Donald Trumpın bu hədələri müharibəyə keçə bilərmi? ABŞ-İran münasibətləri və bunun fonunda Azərbaycan bölgə necə təsirlənə bilər? Evet, çok sağ olun. Əlbəttə birinci növbədə deyim ki, Azərbaycan devləti həmişə bizim cənub qonşu İran İslam Respublikasına qonşuluq siyasətinə köklənmiş bir siyasət aparır, dostluq siyasət aparır və əlbəttə orada gedən indi bu saat həyəcanlı anlar əlbəttə Azərbaycanın mövqeyi, arzusu, istəyi və hətta ehtiyac olarsa iştiraki bu məsələnin əlbəttə danışıq sülh yolu ilə masa arxasında həll olmasını arzulayır. Siz bilirsiniz, orada İranda bizim Azərbaycanlılarımız var. Əlbəttə biz hər cəhətdən istəmirik ki, bugünkü yəni müasir müharibələr bunlar çox dağıdıcı müharibələrdir və bundan çoxsaylı ahali yəni yaşından fərqli olmayaraq əziyyət çəkir. Biz İsrailin belə deyək Qəza zolağında olan nəticələri görürük, çox dəhşətli nəticələrdir və əlbəttə hər halda inanaq ki, İranla ABŞ arasında da bunu gərgin fazaya gətirmək istəyən qüvvələr var, tərəflər var. Hardasa müəyyən bir şəkildə razılığa gələ bilərlər və buna əsas da müəyyən bir şəkildə ehtimal əsası ondan ibarətdir ki, hər halda ABŞ prezidenti o prinsip cəhətdən deyərdi ki, son belə deyək yeni tarixdə və bütün bu münaqişədə birinci skripkanı əlbəttə ABŞ oynayır. Və onun ya rəhbərliyi altındadır, ya təsiri altındadır, ya dəstəyi altındadır, ya marağı altındadır. Bunlar hamısı bütün yollar, o bəzən deyirlər, bütün yollar Roma yəni istiqamətləndirib. Burada da bütün yollar bəs ABŞ-la bağlıdır, bəli. Ancaq ki, Trumpın gəlişi və Trump bir prezident olaraq artıq özünü sülh belə deyək, sülhü bərqərar edən, sülh istiqamətində addımlar atan və ümumiyyətlə insan itkisi və müharibəyə aid olan faciələrə son qoymaq istəyən bir rəhbər dövlət başçısı kimi gəlib və onun seçki kampaniyası da buna bağlı idi və əlbəttə sülhə köklənməsi seçicilər tərəfindən müsbət qarşılandı, ona səs verdilər. Ona görə ki, artıq dünya, o dünyanın əlbəttə bir hissəsi olan ABŞ-daki ABŞ xalqı da bugünkü həyəcan, siz deyən o xaos vəziyyətini hiss eləyirlər və əlbəttə müharibə sözündən artıq həm yorulublar, həm həyəcanlıdırlar. Ona görə Trumpın sülh sözü seçicilərin daha da çox etimad göstərdiyi bir söz kimi qəbul etmək lazımdır. O ki qaldı İranla, biz bilirik ki, İran da belə deyək müəyyən bir addımlar atır. O məktubu olmuşdu, məktublaşma olmuşdu. O məktublaşma da İran öz siyasi mövqeyini məhz konfrontasiyaya yox, gərginliyə doğru yox, ABŞ-la məsələləri müəyyən bir şəkildə yumuşaltmağa istiqamətləndirən bir siyasətin apardığını deyib və mən bilirəm ki, ancaq ki, bunlar əlbəttə İrana təzyiq və təqiq formasında İran bunu qəbul eləmir. Yəni, bərabər tərəfdaşlar kimi bərabər masa arxasında bərabərliyi qoruyaraq, müstəqillik belə deyək, amilləri və tələblərə xələl, yəni qoruyaraq bunları
bütün danışıqlar bu formada İran qəbul edir. Ancaq ki biz bilirik ki İrana qarşı olan qüvvələr var. Birinci növbədə əlbəttə İsrail yaxın şərqdə son zamanlar hələ Qəzadan başlayaraq mənə elə gəlir ki, zaman gələcək o Qəzada olan faciənin də iç üzü açılacaq. Ki orada nə baş verib? Bilirik nə baş verib, ancaq bunun səbəbi, məqsədi və s. bu hardan yəni hardan qaynaqlanır. Və görürük ki, ancaq Qəza ilə qurtarmadı, ancaq Livanla qurtarmadı, ancaq Suriya ilə qurtarmır, Hindi, İran. Yəni bu da bu dövlətlərin adını çəkəndə, bu dövlətlərin adını çəkərkən İsrailin belə deyək adı birinci növbədə maraqlı olduğunu göstərir. Amma İsrailin dəstəkçisi də çox Düzdür. İsraildə əgər arxanı ABŞ görməsəydi, bəli, əlbəttə bu olmazdı. İndi buradan belə bir nəticə də çıxartmaq olar. Mən istisna etmirəm, mən bunu bəzən demişəm də. İsrail yaxın şərqdə ABŞ-ın maraqlarını həyata keçirən bir vasitədir, bir dövlətdir. Çünki İsrail özü nə nüfuzu, nə elə bir belə deyək ki, gücü və s. belə saysaq, yəni o qədər işi öz öhdəsinə, o ağırlığı öz öhdəsinə götürə bilməz. Və biz gördük, Qəzada İsraillə bu məsələ başlamamış, artıq ABŞ-ın donanması və aviadaşıyıcısı oradaydı, öz 6 gəmisi ilə. Sonra isə nətər proseslər getdi, biz bilirik. Sonra Həmasla qurtarmamış Həzbollaha qarşı Livanda proseslər getdi. Sonra artıq Suriyada müstəqillik, belə deyək, yeni yəni hakimiyyətə, yəni müvəqqəti hakimiyyəti idarə edən bir qurum gəldi. Türkiyə onlara, qardaş Türkiyə onlara öz dəstəyini göstərdi. Çünki Türkiyənin bu siyasəti və bu iştirakı ona yönəlmişdi ki, Suriyada sülh, əmin-amanlıq bərqərar olsun və artıq Suriya bir dövlət kimi yeni bir belə deyək fazaya inkişafını təmin eləsin. Ancaq ki biz görürük ki orada yəni bugün belə deyək ki İsrailin addımları, düzdür, İsrail bunu öz təhlükəsizliyi ilə bağlayır, mən başa düşürəm. Ola bilsin ki, hansısa əsaslar var, biz bilmirik. Ancaq ki, bütün riskləri nəzərə alaraq İsrail bu addımları atır. İsrail üçün də əlbəttə ən böyük yaxın şərqdə təhlükə məhz İrandan gözləyir İsrail və İranın da çox aktiv şəkildə nüvə başlıqlarının, nüvə silahlarını əldə etmək, nüvəni zənginləşdirmək proqramı istiqamətində aparılan işlər bugün onu göstərir ki, bəzi məlumatlara görə İran artıq demək olar ki, uranı zənginləşdirməyə müvafiq olub. 3 zavodda bu proses gedir və hətta bəzi məlumatlara görə 10 raket başlığı artıq nüvə belə deyək silahına aid olan yəni artıq istehsal eləyib. Demək İran nüvə dövlətidir, belə demək mümkündür. Mənə elə gəlir ki, hər halda rəsmi bunu qəbul edilməyibsə, əgər İsrail hər halda belə bir tələskənlik nümayiş etdirirsə və İsrail də bilir ki, nüvəyə malik olan İran əgər 2 dəfə İsrailə basqın eləyibsə, onun üçüncüsü də ola bilər və ola bilsin ki, üçüncüsü və növbəti həmən o nüvə silahından istifadə etməsini istisna etmirlər. Ona görə ən çoxu bu istiqamətdə tələskənlik nümayiş etdirirlər və əlbəttə ABŞ da dəfələrlə İran dövlətini nüvə silahının zənginləşdirilməsi ilə bağlı xəbərdarlıqlar etmişdi və ABŞ açıq-aydın demişdi ki,
ABŞ-ın yaxın şərqdə strateji belə deyək mövqeyi İranın nüvə silahını əldə etməyə imkan verməmək. Bunu da imkan verməmək, əgər artıq gəlib bu dərəcəyə çatıbsa, burada imkan verməmək ancaq İrana qarşı hansıdırsa bir belə deyək baskı olmalıdır. Əgər biz nəzərə alsaq ki, nə İsrailin, nə də ABŞ-ın İranla sərhədləri yoxdur, quru sərhədləri yoxdur. Azərbaycanın narahat olmağına əsas var. Ancaq buna baxmayaraq, başqa bu quru sərhədlər olmasa da ABŞ-ın 40-dan yuxarı hərbi bazalar İranın ətrafında yerləşir və prinsip cəhətdən bu bazalardan da çox belə deyək geniş şəkildə istifadə edilə bilər və hətta o bazaların İran ətrafında çoxalması və yerləşdirilməsi də gələcəkdə ola biləcək İranla hansısa münaqişəyə doğru vəziyyəti yaranarsa və münaqişə olacaqsa, həmən o bazaların orada yerləşməsinin də təyinatı məhz məqsədi ondan ibarətdir. Ona görə də mən düşünürəm ki, hər halda İranın da bugünkü mövqeyi, yəni münaqişədən qaçmaq, buna çatdırmamaq, ABŞ-da Trump'ın da burada sülhü, yəni bu biraz düzgün çıxmır. Bir tərəfdən mən deyirəm ki, mən filan yerdə müharibəni dayandırıram, sülhə çağırıram. Bəli, o birisi istiqamətdə həmçinin və özüm də müharibə edirəm. Bu biraz bu yanaşmalar müəyyən bir ehtimalı haqqında düşünməyə imkan verir ki, ola bilsin ki, bu qız müəyyən bir fazaya gəlib çıxar. Ancaq bu fazada da kulminasiya fazasında bunlar dəfələrlə olub, masa arxasında hardasa müəyyən uzlaşma nöqtələri tapıb bu prosesdən biraz belə deyək idarə ediblər. Digər tərəfdən mən deyərdim ki, ABŞ-ın məqsədi İranla bağlı həm də biz bilir ki, belə götürək, yaxın şərqdə olan bütün dövlətlər ABŞ-ın sadə dillə desək, sözü ilə durub otura biləcək dövlətlərdir. Bir dənə İranla fərqli. İran da yaxın şərqdə ən çox təsir mexanizmasına, imkanlarına malik olan bir dövlətdir. Və proksi qüvvələri, Husilər Yemendə və indiyə kimi Livan idi, Hindi, Suriya biraz bu formada, ancaq görürük ki, orada olan proseslər də o qədər də hasant və sabit deyil. Ona görə də düşünürəm ki, ABŞ-ın İrana qarşı ciddi mövqeyi ancaq nüvə belə deyək silahı ilə deyil. Çünki İran nüvə silahına malik olsa 10-cu dövlət olacaq nüvə silahına malik olan. Dünya üzrə. Bəli. Ona görə də düşünürəm ki, burada İranı daha çox yaxın şərqdə ABŞ-ın apardığı siyasətə mane olmamaq, yəni belə deyək, öz maraqlarını genişləndirərkən ona mane olmamaq məqsədi də daşıya bilər. Və əlbəttə bu xəbərdarlıqlar da ola bilər ki, İranı daha da yumuşaq mövqeyi tutmaq. Yəni biz bilirik ki, artıq Qəzza zolağında gedən proseslərdə İranın iştirakı, sonra Liviyada gedən proseslərdə İranın iştirakı, Suriyada artıq İran bunlardan biraz soyuyub, belə demək olsa, biraz ehtiyatlı davranır. Və mən düşünürəm ki, əgər bu məsələdə ABŞ-la İran yaxın şərqdə siyasəti ilə, ABŞ-ın siyasəti ilə bağlı ona mane olmayacaq və belə sadə dillə deyək, razılıq nöqtələri müəyyənləşdirsinlər, əldə etsələr, onda da mənə elə gəlir ki, ola bilsin ki, bu ciddi və münaqişə fazasından qaça bilərlər.